Herkese salam, kanalıma hoş geldiniz. Gördüğünüz bu komodu bizim binadaki bloka koymuşdular. Artık aylardır ki orada dururdu. Ben de her dəfə görəndə deyirdim ki, yəqin kiməsə lazım olar. Axır dedim ki, bəs bunu onsuz heç kim götürmür. Bəlkə mən götürüm bunu restavrasiya eləyim. Getdik yoldaşımla götürdük, gətirdik. Ona kraska falan aldıq, aksesuarlar aldıq ki, bəs bunu mən restavrasiya eləyəcəm. Arxasını yoldaşım bunun söktü. Baxın, oradadır. O polkalar mənə lazım olacaqdı. Bir də bunun arxasını da mən atmayacağım. İstəyirəm nəsə bir şey eləyim onunla da. İzləmədə qalın. Kanalıma abunə olun ki, siz də onu görə biləsiniz. Yoldaşım lobzik tapdı mənim üçün. Dedi ki, özüm eləyəcəm. Sən dəymə, əlini kəsərsən falan, amma yox, dedim ki, özüm eləyəcəm. Bu videonun qısa shorts olaraq videosunu paylaşmışdım və orada sual vermişdim ki, bəs siz evdə kişi işləri bacarırsınız? Və nə qədər geri dönüşlər oldu ki, bəli, biz də bacarırıq evdə kişi işləri. Əslində bu sevindirici bir haldır ki, xanımlarımız bu işləri bacarırlar. Məsələn, kişi xaylağı evdə olmayanda özü rahat nəsə xarab olanda bərpa eləyə biləcəkdir. Mən isə bismillah eləyib ilk dəfədir ki, bu işə əl atırdım. Fikir verərsiniz, də əlim də əsirdi. İlk dəfədən heç xoşuma gəlmədi nəticə. Hətta bəzi yerlərini xarab elədim. Sonra düşündüm ki, mən niyə ilk öncə qabağı kəsdim? Kənarlarını kəsərdim. Kənarların üstündə dəlləklik eləyərdim də belə deyim. İlk öncə qabaqdan kəsdim və biraz kasyakum oldu. Taxtanın özünü də kəsdim. Əsas mənə lazım olan yeri. Sonra isə onu heç cür bərpa eləyə bilmədim. Burada fikir verirsiniz. Əyri kəsmişəm biraz. Hətta burada ölçümdən də biraz kənara keçmişəm. İndi buradan düz kəsməliyəm. Qabaq hissə üzərində dəlləklik eləyib xarab etdikdən sonra keçdim yan tərəfləri kəsməyə və demək olar ki, yan tərəflərdən artıq eləyə bildim. İstəyirəm bunu bir də qəşəng şkulkalayım, çünki əyrilik var. Məndə belə bir şkulka var, 180-likdir. Elə bununla belə təmir işlərinə mənim həvəsim var. Arada düşünürəm, yəqin keçmiş həyatımda usta olmuşam. Lobziklə mən ilk dəfədir ki, belə bir işlərə girişirdim və çox təəssüf ki, mən buranı çox pis günə saldım. Sonra təbii ki, mən buranı bərpa eləyə bilmədim, amma etapda fikir verəcəksiniz ki, hardasa bir balaca düzəltmişəm. Belə bir şey alındı, baxın. Bir balaca çox heyif ki, buranı əzişdirdim. O da nə düşündüm? Məsələn, baxın, bunun qırağını kəsmişdim də. Bunun üstündəki plyonkanı qopartdım. Belə bir şey oldu. Bunu düşünürəm, əgər alındırsam, təbii ki, belə bir şey istəyirəm eləyim. Sizə tövsiyəm, mənim bu səhvimi heç vaxt eləməyin. Mebel üzərinə heç vaxt gips vurmayın. Çünki zamanla qopacaqdır. Mən bilmirəm hansı ağılla bunu elədim. Düşündüm ki, bununla bərpa eləyə biləcəm. Sən demə, mebellər üçün bərpa edici belə bir kley var. Xarab olan yerə çəkirsən, quruyur, olur mebelin bir hissəsi. Amma bu gips qəti üstündə durmadı. Çox mənə əziyyət verdi. Düşündüm ki, bunu sizə deyim ki, siz də mənim bu səhvimi eləməyəsiniz. Dedim, biraz mola verim. Çay içim. Mənim dırnaqlarımın vəziyyətini görəsiniz də nə gündədir. Dəhşət bir şeydir. Belə pis görsənmir, amma baxın əlimi nə günə qoymuşum. Buradan şiş əmələ gəldi. İçi su ilə dolacaqdı, amma eyb yox. Baxın, bunu deyirdim sizə. Quruyandan sonra şlifovka eləmək istədim ki, düptüz olsun. O da qopdu. Mən də bunu yenidən təzədən bərpa eləmək istəyəndə yenə eyni şey oldu. Mənim neçə saat vaxtımı apardı. Çox yordu məni. Hələ bu gipsin qurumasını belə gözləyirdim. Yəni onun əvəzində mən başqa işlər də görə bilərdim. Hətta gedib həmin o dediyim bərpa edici kleydən belə ala bilərdim bunun əvəzinə. İndi isə keçirik buna. Bu polkaları mən istifadəyə verəcəm. Bu divarlıqdan isə mən Pinterest masası düzəltmək istəyirəm. Düşündüm ki, heyif də atmayım. Bundan da nəsə bir şey fikirləşərəm. Düşündüm. Təbii ki, ağlıma elə Pinterest masası gəldi. Burada isə fikir verərsiniz, profi olmuşam. Deyəsən bu lobziki mən düz tutmağı bacardım. Bu da son nəticə. Düşünürəm, ustalıq eləyə bilərəm. Ruçkalarını çıxartdım. Bunları da indi fenlə təmizləyəcəm. Bilirəm, rəylərdə yazmaq istəyənlər olacaqdı ki, bəs hamamda niyə edirsiniz? Mikrobda falan hər zaman yazdıqları kimi. Dedim, sizi qabaqlayayım. Burada işimi görüb qurtardıqdan sonra ilk öncə süpürdüm. Sonra isə ki, paraşoklu təmizlədim. Bilmirəm siz necə, mən isə iş görərkən arxa fonda nəsə səslənməlidir. Ya mahnı olsun, ya da belə ən çox qulaq asdığım kriminal hadisələr olur. Çox bəyənirəm onları qulaq asım.
İlk öncə istədim mebelin ayaqlarını rəngləyim, qızılı rəngdə eləyəcəm bu arada. Sonra isə fırladıb mebelin özünü rəngləyəcəm. Bu qızılı rəng boya o qədər çox xoşuma gəldi ki, ilk qatı vurdum, tezcə hardasa bir 5-10 dəqiqəyə qurudu. Quruduqdan sonra da üstündən bir sloy da çəkdim. Daha doğrusu 3 sloy çəkdim və çox da gözəl bir nəticə aldım. Один мужчина рассказал, что Дэн жаловался ему на свою жену, которая требовала алиментов. По соглашению только по 2 пунктам обвинения. Присяжные согласились, что Дэн планировал убить свою жену. Qəşəng oldu. Düz onsuz da aşağı hissədə qalacaqdı. Düşünürəm belə bir şey oldu da görürsüz. Çox qəşəngdir. Bunlar bir dənə xoşuma gəlmədi. Baxın. Çox qəribə görsənirlər. Bunlar ola bilsin ki, sprey qızılı rəngdə aldım. Bir amma diqqətlə baxmayanda görsənmir. Artıq hava da görürsüz də nə olur. Artıq hava da qaralır deyənə dedim bugün yekunlaşdırım, sonra davam edərəm. Növbəti gündən hər kəsə salam. Deməli, bugün nə edəcəyik? Bugün həm tozlarını siləcəyik, həm spirtlə yağlılığını götürəcəyik ki, bəs lazımdır da kraskadan öncə yağlılığını götürmək. Mən bunu spirtlə eləyəcəm. Ondan sonra artıq ağ rənglə boyayacağıq. Belə bir aerozol aldım qızılı rəngdə. Dedim bunları qızılı rəngdə eləyim, çünki kraska ilə elə də çox xoşuma gəlmədi. Bunları da qızılı rəngdə istəyirəm boyum. Çünki qəşəng görsənəcəkdir qızılı rəngdə. Evdə drel yoxdur deyənə məcbur atvertka ilə açıram. Əslində drel istəyəndə yoldaşım tanışından götürüb gətirir mənə lazım olanda, sonra da aparır. Amma düşünürəm Temuda qəşəng belə çəhrayı rəngdə, yəni rozva rəngdə bir drel dəsti var. İçində hər şeyi daxil. İstəyirəm onu sifariş edeyim. Mebelin arasındakı kraska dəysin istəmirəm. Oranı malyar skoçu ilə bağlayıram. Rəssam olduğunu demədən göstərdi və başladım işə, nə başladım. Bu boyanı isə mən heç bəyənmədim demək olar. İlk qatı çəkdim, gərək gözləyəsən bir gün ki, bu təmiz qurusun, sonra ikinci, üçüncü sloyu çəkəsən. Mənim videomda ona görə gec gəldi. Yəni, çox gözlədim deyə. Düz 3 gün bunun üstündə mən oynamışam. Evdəki qoxu pis gündə iylənirdi. Kuxnada özüm eləyirdim, qapıları, aynaları da açmışdım. Hətta uşaqları belə zaldan bura buraxmırdım ki, bəs gəlib qoxusunu almasınlar. Tam olubdu və mən sizə bunu hələ indi göstərirəm. Boyadım bir sloy. Qalanını da inşallah sabaha. Temudan sifarişim gəlmişdi. Getdim onu götürdüm. Yaxşı ki, tariksiz ünvana kimi gətirir. Saat gecə 10 idi və zəng gəldi ki, gəlin sifarişinizi götürün. Mən də sizinlə birlikdə də açaq. Əgər hansısa bir məhsul xoşunuza gəlsə, mütləq mənə yazın, sizə linkini göndərim. Bu uşaq koftaları set şəklində gəlir. 4 ədəddir. Çox xoşuma gəldi. Material o qədər gözəldir ki, nə yaxşı ki dedim, mən bunu sifariş etdim. Atdım səbətə və endirimlərdən istifadə elədim. Yadımdan çıxdı neçəyə almışdım, amma çox ucuz qiymətini aldım. İstəsəniz yazın mənə, sizə linkini atacağım. Bu isə yoldaşımın sifarişidir. Bu koftalara o qədər çox bəyəndi ki, xarab olmur, pis günə düşmür, ona görə yenidən sifariş etdim. Bu isə kanalizasiya trubalarını açmaq üçün bir vasitədir. Bu isə paslanmaz poladdan dəmkeşdir. Məsələn, siz çay süzürsünüz, çayın iri dənəcikləri sizin stakanınızın içinə tökülməsin deyə bu dəmkeşdən istifadə edirsiniz. Altlığı ilə bir yerdə gəlir.
Yenə video uzun müddətdir ki yox idi. Başım qarışdı bu sənət işlərinə. Əslində elə bilirdim ki, bir ay sonra davam eləyəcək, amma elə deyilmiş. Çağırdılar, yenə getdik. Neçə gündür ki, ancaq onunla oynayırıq. Bir bilsəniz necə yorur bu sənət işləri adamı. Sənət işlərinə biraz ara verdik ki, gedək nəsə bir şey yeyək və ondan sonra da davam elədik yolumuza. Ayı da var. Ramal, İlahi. Kızım 7-ci sinifi bitirdi və sınav imtahanına gətirmişdi. İmtahan Bakıxanovda yerləşən McDonald's-ın içində idi. Elə gəlmişkən dedik pərəmizə bir dənə burger də alaq. Sizcə başıma nə iş gəldi? Buradakı bu çizikləri görürsünüz. Bu mənim oğlumun imzasıdır. Gəldi burada da imzasını qoydu və mən qərar verdim ki, bunu bu vəziyyətdə saxlamayacağam. Heyifdir bu qədər quruyub. Bunu üstünü qəşəng təmizləyim və üzərinə vinil yapışdırım. Sizcə nəticə necə oldu? Bunu mütləq rəylərdə yazarsınız. Mən düşünürəm belə də, yəni normal, tam da lap ideal, qəşəng olmadı. Məsələn, burada gördüyünüz bu defekt buranı körlüyür. O da Temuda yaxşı bir şeylər tapmışam. Onlardan sifariş edəcəm. Həmin o defekt olan yeri həmin onunla bağlayacağam. Və belə bir polkalar qalmışdı onun. Düşünürəm, onları da baxın. Buradan biri belə yuxarıdan görürsünüz. Birini də belə aşağıdan 2 ədəddir. Düşünürəm, çox da qəşəng görsənər. Birlikdə eləyərik. İndi yoldaşım dreli gətirsin. Hissədə baxın belə oldu. Qızılı rəngdə rənglədim. Qəşəng görsəm deyə, amma qızılı ilə mən niyə əvvəl bunu rəngləmirdim? Qızılı ilə daha qəşəng görsəndi. Belə bu gülləri balkona çıxaracağam. Bunlara fikir verməyin, atacağam indi. Bir də həmin o tumbanın arxa hissəsi idi. Hansı ki üstündə də 2 dənə polkası var idi. Bunu da belə yumru fason kəsdim. Ətraflarına şlifovka eləyəcəm. Pinterest masası eləmək istəyirəm. Belə alçaq bir şey olacaqdı.